Salam, mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinç Cümriyeva. Bugün sizinlə izah edəcəyimiz mövzu qrammatik cəhətdən cümlə özlərlə bağlı olmayan sözlərdir. Nədir bu sözlər? Hansı sözlərdir? Baxın, cümlədə elə ifadələrimiz olur ki, cümlə özləri həm məna baxımından əlaqələnsə də, lakin qrammatik baxımından həmin cümlə özləri əlaqələnmiş olmur. Biz belə sözlərə deyirik xitab və ara sözlər. Onlar cümlə özü olmur. Cümlə özləri heç bir sintaktik əlaqədə olmur. Amma təbii ki, məna baxımından cümlə özləri əlaqələnə bilir. Məsələn, nədir xitablar? Birinci xitablara nəzər salaq. Xitab cümlədə müraciət olunan şəxsi və əşyanı bildirir. Xitablar yadda saxlayaq ki, əsasən adlı xallı isimlərlə və isim birləşmələrlə ifadə olunur. İsimləşən sözlərimiz və isimləşən belə deyək ki, ümumiyyətlə isimləşmiş sözlər olsun və yaxud da bizdə birləşmələr olsun ki, həmin söz və birləşmələr də bizdə xitab vəzifəsindən çıxış edə bilər. Məsələn, yazaq bura. Həyat, sən nə qəribəsən. Baxın, verilmiş bu cümlədə bizdə həyat sözü cümlənin xitabıdır. Digər cümlə özləri ilə heç bir, belə deyək, qrammatik cəhətdən əlaqələnmə yoxdur. Sintaktik əlaqədə olmur. Amma təbii ki, sizdə digər cümlə üzrə məna əlaqəsində olmuş olur. Xitablar sizdə yadda saxlayın, həm canlı, həm də cansıza müraciət oluna bilərlər. Siz xitabları daha çox biz çünki deyirik ki, xitablar adlı-xallı isimlərlə və yaxud da isim birləşmələrlə ifadə olunur. Yanınızda biz mübtədaya da belə bir tərif vermişdik ki, mübtəda da adlı-xallı isimlərlə, isim birləşmələrlə və yaxud da söz birləşmələrlə ifadə oluna bilər. Bəs siz xitabları və deməli mübtədanı bir-birinə necə fərqləndirirsiniz? Məsələn, gəlin burada bir sizin üçün fərqləndirmə quraq. Mübtəda və xitab. Baxın, deməli, yadda saxlayaq ki, bunların oxşar cəhətləri nədir? Hər ikisi adlı halda olan söz və birləşmələrlə ifadə olunur. Amma fərq nədir? Xitab sizdə müraciət olunanı bildirir, amma mübtəda isə müraciət bildirmir. Xitab sizdə cümlə üzvü olmur, amma mübtəda isə bilirik ki, cümlə üzvüdür və cümlənin hətta baş üzvüdür. Heç bir belə deyil, cümlə üzvündən asılı deyil, hətta xəbəri özünə asılı etmiş olur. Xitab sizdə yadda saxlayın, sintaktik əlaqəyə girmir. Mübtəda isə sizdə xəbərlə sintaktik əlaqəyə girir, cümlədə uzlaşma əlaqəsində olur və yaxud da təyinlə sintaktik əlaqədə yanaşma əlaqəsində özünü göstərə bilir. Xitab sizdə əvəzlik, məsəllə ifadə oluna bilmir. Amma məsələn, mübtədalarımız çox rahatlıqla məsdərlə və yaxud da məsdər tərkibi olsun, əvəzliklə ifadə oluna bilər. Məsələn, mübtəda olsun, əvəzli ifadə olunsun. Mən gəldim. Və yaxud da oxumaq onun vəzifəsidir. Amma siz gəlib xitabı əvəzli və yaxud da məsdər tərkiblə ifadə edə bilmərsiniz. Daha sonra xitab müraciət bildirdiyi üçün xitabın məzmununda ikinci şəxsin məzmunu, amma formasına görə isə, yəni ifadə vasitəsinə görə isə xitab sizdə üçüncü şəxsi bildirmiş olur. Gəlin görək nədir? Lalə dərslərini oxu. Baxın, verilən bu cümlədə sizdə dediyi məzmuna görə ikinci şəxs anlayışı var. Siz Lalə dərslərini oxu ifadəsini dediyi zaman qarşı tərəfə bunu dediyinizə görə buna məzmunda sizdə bir ikinci şəxs anlayışı özünü göstərir. Amma təbii ki, bu formasına, ifadə vasitəsinə görə nədir? Üçüncü şəxsə məxsus, belə deyək ki, insan anlayışı bildirən sözdür. Xitablar yadda saxlayaq sözlə və yaxud da söz birləşmələri ifadə oluna bilər. Əgər ki, kitabınız sözlə ifadə olunubsa, fərq eləmir, quruluş baxımından sadə, düzəltmə və mürəkkəb ola bilər. Sözlə ifadə olunduğu zaman, bu zaman xitab quruluş baxımından olur sizdə sadə. Məsələn, burada lalə sizdə quruluş baxımından sadə söz olduğuna görə kitabınız sadədir. Söz birləşməsi də ifadə olunduğu zaman isə bu zaman deyirsiniz ki, xitab sizdə nədir? Mürəkkəb olmuş olur. Məsələn, vətən oğlu, irəli. Baxın, burada vətən oğlu sizdə artıq nədir? Cümlənin xitabıdır. İfadə vasitəsinə görə ikinci növ təyinli söz birləşməsi də ifadə olunub və quruluş baxımından sizin xitabınız nədir? Mürəkkəb.
Xitabda bəs durğu işarələri necə işlənir? Yadda saxlayın, xitab cümlənin əvvəlində gəldikdə adi intonasiya ilə deyilərsə, özündən sonra görürsünüz yuxarıda mən nə etmişəm? Vergül işarəsindən istifadə etmişəm. Amma yüksək hiss və həyəcanla dediyiniz zaman isə siz xitabdan sonra nida işarəsi qoymuş olursunuz. Gördünüz ki, mən hər ikisini istifadə etmiş olmuşam. Xitab cümlənin ortasına işlənidikdə hər iki tərəfinə vergül qoyulur. Cümlənin sonunda işlənidikdə isə özündən əvvəl vergül, sonra isə yəni xitabdan sonra isə siz artıq cümlənin məqsəd və intonasiyasına görə orada nöqtə, sual və yaxud da nida işarəsindən istifadə etməyinizə baxırsınız. Yəni artıq orada siz hansı məqsədlə cümlənizi istifadə edirsinizsə, ona əsasən durğu işarəsindən istifadə etmiş olacaqsınız. Yadda saxlayın, biz dedik ki, xitab cümlə özləri ilə sintaktik əlaqədə olmur. Yəni qrammatik əlaqədə olmur. Amma təbii ki, cümlə özləri ilə məna əlaqəsində olmuş ola bilər. Yadda saxlayaq ki, xitab cümlə özlə sintaktik əlaqədə olmur, amma ifadə vasitəsində, xitabın ifadə vasitəsində sintaktik əlaqə işlənə bilər. Nə deməkdir bu? Baxın, vətən oğlu irəli. Burada verilmiş cümlədə sizdə bizim xitabımız təbii ki, irəli sözü ilə heç bir sintaktik əlaqədə olmuş olmur. Amma xitabın ifadə vasitəsi sizdə söz birləşməsi ilə ifadə olunarsa, biz bilirik ki, söz birləşməsinin tərkib hissələri arasında sintaktik əlaqə ola bilər. Məsələn, ikinci növ və üçüncü növdə həm uzlaşma, həm idarə əlaqəsi var. Birinci növdə yanaşma əlaqəsi var. Baxın, bizdə verilmiş cümlədə xitabın ifadə vasitəsi ikinci növ təyinli söz birləşməsidir. Biz də bilirik ki, vətən oğlu ifadəsi sizdə ikinci növ təyinli söz birləşməsi olduğuna görə burada sizdə həm var nə uzlaşma əlaqəsi, həm var nə var idarə əlaqəsi. Baxın, testlərdə necə düşür? Əgər sizə desək ki, ə, deməli, cümlə üzvləri arasında, məsələn, vətən oğlu irəli cümləsinə, cümlə üzvləri arasında neçə sintaktik əlaqə var? Siz gəlib burada vətən oğlu ifadəsindəki sintaktik əlaqəni saymış olmayacaqsınız. Niyə? Çünki sizə cümlə üzvü deyil. Bilirsiniz ki, xitab cümlə üzvü olmadığına görə siz onu arasında olan sintaktik əlaqəni saymış olmursunuz. Amma desək ki, cümlədə neçə sintaktik əlaqə özünü göstərir, bu zaman təbii ki, siz burada verilmiş xitabın tərkib hissələri arasında da deməli, sintaktik əlaqənin sayını qeyd etmiş olacaqsınız. Yadda saxlayaq. Biz deyirik ki, xitab cümlədə sintaktik vəzifə daşımır. Amma hər hansısa bir sözün və yaxud da söz birləşməsinin xitab olması elə onun sintaktik vəzifəsi sayılacaq. Yanınızda qalsın. Sintaktik vəzifə daşımaq üçün hər hansısa bir sözün və yaxud da söz birləşməsinin cümlə üzvü olması şərt deyil. Yadda saxlayaq ki, biz sizinlə köməkçinin hissəsi nida keçmişik. Deyirik ki, bizdə var çağırış nidaları. Yadda saxlayaq ki, xitab çağırış nidaları ilə işləndikdə vergül xitabdan sonra işlənə bilər. Məsələn, ay uşaq, orada dayanma. Baxın, burada verilmiş cümlədə sizdə uşaq sözü sizdə xitabdır. Nə ilə işləmiş olub? Çağırış nidası ilə. Bu zaman siz nə edirsiniz? Vergülü xitabdan sonra işlətmiş olacaqsınız. Daha sonra biz dedik ki, sizinlə deməli məstər, əvəzlik, təsrif edən feillər, məstər tərkibi, feili bağlama və feili bağlama tərkibləri deməli cümlədə xitab vəzifəsini işləmiş olmayacaq. Amma bunu belə deyək də, mübtəda ilə əsas fərqi nə idi? Bilirik ki, mübtəda sizdə məstər və əvəzlik vəzifəsini işlənə bilər. Amma ümumilikdə xitabın hansı belə də ifadə vasitəsi olmadığına nəzər salsanız, məstər, əvəzlik, feili bağlama və feili bağlama tərkibləri və təsriflənən feillər cümlədə xitab vəzifəsində işlənmiş olmur. Daha sonra, yadda saxlayaq ki, xitab rolunda işlənərkən sözün vurğusu adətən bir heca əvvələ keçir. Yəni, məsələn, qeyd edək ki, Vaqif gəldi. Baxın, verilmiş cümlədə vurğu sizdə düşür sonuncu hecaya. Yəni, sonuncu hecada ikinci hecaya. Amma siz bu sözü, Vaqif sözünü xitab vəzifəsində işlətmiş olsanız, Vaqif, gəl. Bu cümlədə isə artıq sizdə vurğu hara düşür? Bir heca əvvələ. Amma ola bilər ki, sizin xitabınız çağırış nidası da işlənsin. Bu zaman xitab çağırış nidası işlənərsə, sözün vurğusu dəyişməz.
Məsələn, yazaq burada. Hamı mən gördüyüm yığıncaqlar, azallar. Baxın, bu təbii ki, şeir nümunəsindən bir parçası, bir misal, hətta belə deyək. Siz təbii ki, bu verilmiş cümlədə xitabınızı nə ilə işlətmisiniz? Çağırış nidası ilə. Baxın, A çağırış nidası ilə işlənir. Normalda biz dedik ki, xitab vəzifəsində işlənmiş sözün vurğusu adətən bir heca və ya keçici. Amma xitabınızı gəlib çağırış nidası ilə bir yerdə işlətsəniz, sözün vurğusu dəyişməz. Məsələn, gəlib əgər ki, buradakı cümlədə xitabınızı çağırış nidası olmadan işlətsəniz, sizin vurğunuz düşəcək hara? Birinci hecaya. Hani mən gördüm yığıncaqlar, dağlar. Fikir verirsiniz, artıq mən bunu tələffüz elədiyim zaman isə baxın, hani mən gördüm yığıncaqlar, dağlar. Birinci dağ hecasında siz daha qüvvətli şəkildə tələffüz etmiş olursunuz. Vurğu düşür ora. Amma siz gəlib buradakı dağlar sözünü çağırış nidasını A ilə işlətmiş olsanız, artıq burada sizdə vurğunu gəlib birinci hecaya yox, hara qoymuş olacaqsınız? Deməli, elə ikinci caya. Hani mən gördüm yığıncaqlar, a dağlar. Gördüyünüz kimi artıq burada çağırış nidası işlədiyinə görə sizdə vurğu öz yerində sabit şəkildə qalmış olacaq. Daha sonra qrammatik cəhətdən cümlə özləri ilə bağlı olmayan digər sözləriniz bizdə adlanır ara sözlər. Baxın, əslində ara sözlər sizin hamınıza tanışdır. Çünki biz ara sözlərə belə bir tərif veririk ki, ara sözlər danışan ifadə etdiyi fikrə münasibət bildirir. Siz köməkçi nitq hissələri olan, deməli, səsimə görə üzr istəyirəm. Siz köməkçi nitq hissələri olan modal sözlərə də belə bir tərif vermişdiniz ki, o da eyni ilə ifadə etdiyi, danışan ifadə etdiyi fikrə münasibət bildirəcək. Nə edirik? Baxın, biz morfologiya bölməsində deyirik bunlara modal sözlər. Bu sözlərə sintaks bölməsində deyirik ara sözlər. Yəni orada balaca idilər, böyüklər oldular ara sözlər. Bəs bunların arasında nə fərqlər var? Təbii ki, modal sözlər morfologiyanın, ara sözlər sintaksin vahididir. Ara sözlər ifadə vasitəsinə görə söz, söz birləşməsi və cümlə şəklində olar. Məsələn, söz şəklində olan ara sözləri nümunə kimi qeyd edə bilərik. Yəqin. Daha sonra ola bilər burada təəssüf, təəssüf ki, güya, əfsus. Baxın, bunlar nədir sizdə? Söz şəklində olan ara sözlər. Daha sonra sizdə var söz birləşməsi şəklində olan, deməli, ara sözlər. Hansılardır? Məsələn, buraya yaza bilərik. Mən bilən. Sözün düzü. Mənim fikrimcə. Baxın, bunlar gördüyünüz kimi söz birləşməsi şəklində olan ara sözlərdir. Bir də var sizdə cümlə şəklində ola bilən ara sözlər. Bunlar hansılardır? Düzdür, necə deyərlər. Daha sonra bunları niyə biz deyirik ki, cümlə şəklindədir? Yadda saxlayaq ki, cümlə formasının ara sözlər zahirən, yəni görünüşünə görə, xəbər formasında olduğuna görə bunlar cümlə şəklində hesab edilir. Amma bu tipli sözlərimiz bizdə ilk növbədə bir-iki cümlənin funksiyası nədir? O bitmə intonasiyası sizdə cümlədə olur. Bu tipli sözlər bitmə intonasiyasını bitirdiyinə görə artıq siz bunları cümlə deyil, cümlə şəklində olan ara sözlər deyirsiniz. Ara sözlərdə də durğu şəxslə işlənmə qaydası eyni ilə modal sözlərdə kimidir. Yəni, cümlənin əvvəlinə gələndə özündən sonra vergül qoyulur. Məsələn, gəlin bir nümunə yazaq sizə. Deyəsən, şairdir. Düz ilqarı var. Baxın, bu Vaqif dramından bir nümunədir. Baxın, burada deyəsən sizdə nədir? Deməli, güman şübhə bildirən bir mod ara sözünüzdür. Öz cümlənin əvvəlinə gəlib, özündən sonra nə demiş olursunuz? Vergül işarəsindən istifadə edirsiniz. Cümlənin ortasında gəldiyi zaman hər iki tərəfdən, cümlənin sonunda işləndiyi isə özündən əvvəl vergül, özündən sonra isə siz nə edirsiniz? Artıq məqsəd və intonasiyaya görə nə edirsiniz? Durğu işarəsi qoymuş olursunuz.
Çünki məqsəd və intonasiya dediyimiz zaman siz bilirsiniz ki, cümlənin məqsəd və intonasiyaya görə 4 növ var. Nəqli, sual, əmr və nida. Nəqli və əmr cümləsində nöqtə işarəsi, sual cümləsində sual, nida cümləsində isə nida işarəsindən istifadə etmiş olacaqsınız. Baxın, arı sözlərlə modal sözlərin digər bir fərqi nədir? Gəlin belə bir sizin üçün, deməli, çoxluqlar deyilir buna. Quraq. Deməli, bütün, buraya yazaq modal sözlər, buraya yazaq sizə ara sözlər. Burada nə nəticəyə gəlirsiniz? Məsələn, modal sözlərimizə deməli, məsələn, buraya yazaq güya, sanki. Ara söz hissəsinə yazaq mən bilən. Və yaxud da buraya yaza bilərik, deməli, mənim fikrimcə. Deməli, baxın, buradan nə nəticəyə gəlirsiniz? Siz bütün modal sözlərə deyəcəksiniz ara söz, amma gəlib bütün ara sözlərə modal söz demirsiniz. Çünki bu çoxluğun işlənmə qaydası elədir ki, baxın, buranı gəlin rəqəmləyək. Bura 1 yazaq, bura 2. İkinci hissəyə daxil olmuş bütün elementlər həm də birinci hissəyə daxildir. Yadınızda qalsın. Amma birinci hissəyə daxil olmuş elementlərə siz ikinci hissəyə daxil etmiş olmursunuz. Yəni, siz buradakı bütün modal sözlərə ara söz deyəcəksiniz. Yəni, bütün modal sözləriniz ara sözün tərkibində cəmlənir. Amma bütün ara sözlərə siz gəlin modal söz demirsiniz. Yəni, baxın, burada yazmışam sanki və güya sözləri. Siz sanki və güya sözlərə gəlib həm modal söz, həm ara söz deyəcəksiniz. Amma mən bilən və mənim fikrimcə belə deyək ki, ara sözlərinə siz modal söz demiş olmayacaqsınız. Niyə? Çünki modal sözlər yanınızda qalsın söz şəklində olur. Söz birləşməsi və cümlə şəklində olanlar sizdə yalnız ara sözlər yanınızda qalmış olsun. Biz dedik ki, bunu biz kitabda da sizə dedik. Kitablar da eyni ara sözlər. Cümlə üzrə sintaktik əlaqədə olmur. Amma ifadə vasitəsində, necə ki kitabda dedik, eyni ilə ara sözdə də ifadə vasitəsində siz, deməli, sintaktik əlaqə işlənə bilər. Məsələn, buraya yazaq mənim fikrimcə qar yağacaq. Qar yağacaq. Baxın, verilmiş bu cümlədə mənim fikrimcə sizdə nədir? Ara sözdür. Söz birləşməsi şəklində olan bir ara sözdür. Təbii ki, cümlə özləri ilə arasında heç bir sintaktik əlaqə mövcud deyil. Amma ara sözün ifadə vasitəsinin tərkib hissələri arasında sizdə, bu bilirsiniz də, üçüncü növ təyini söz birləşməsi şəklində olan ara sözdür. Burada nə baş verir artıq? Bu birləşmənin tərəflər arasında həm uzlaşma, həm də idarə əlaqəsi özünü göstərmiş olur. Daha sonra eyni ilə ara sözdə də cümlə özləri ilə sintaktik əlaqədə olması da cümlə özləri ilə məna əlaqəsində olmuş olacaq. Sizin də deməli cümlə özləri ilə qrammatik cəhətdən əlaqəsi olmayan sözlər haqqında danışdıq ki, bunlar xitabdır və ara sözlərdir. Digər video izahlarımızda sizinlə həmcis üzlər haqqında məlumat verəcəm.